Salam, hər vaxtınız xeyir. Bugün sizinlə mexaniki hərəkətin təsviri düz xətli bərabər sürətli hərəkət mövzusuna aid olan test suallarının izahını paylaşacağam. Başlayaq. Birinci sualımızda deyilir. Yer dəyişmənin zamana görə dəyişmə yeniliyini xarakterizə edən kəmiyyət hansıdır? Doğru cavab sürətdir. Deməli, V bərabərdir Sx bölünsün T'ye. Vx bərabərdir Sx bölünsün T'ye. İkinci sual. Mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Kinetik enerji sıfıra bərabər ola bilməz. Çünki kinetik bərabərdir mv kvadrat bölünsün 2-dir. Kinetik enerjinin sıfıra bərabər olması üçün onun sürəti də sıfır olmalıdır və kütləsi sıfır olmalıdır. Bunlar olması üçün kinetik enerji sıfır olmalıdır. Hər hansı biri sıfır olmalıdır. Bu da mümkün deyil. Deməli, kinetik enerji doğru deyil. Gedilən yol heç vaxt sıfır ola bilməz. Yer dəyişmə, bəli, doğru cavabımız yer dəyişmədir. Cismin kütləsi sıfır ola bilərmi? Ola bilməz. Yəni, bir cisim varsa, mütləq şəkildə böyük ya da kiçik onun kütləsi var. Gedilən yola görə hərəkətin orta sürəti? Xeyr. Gedilən yola görə, əgər yol sıfır ola bilmirsə, deməli yola görə hərəkətin orta sürəti də sıfır ola bilməz. İkinci sualın doğru cavabı olur C variantı. Üçüncü suala baxırıq. Ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyət nə adlanır? Ədədi qiymətcə baxın, vahid zamanda deyir. Deməli, T, buraya yazırıq Sx. Sx bölünsün T. Yəni, vahid zamanda yer dəyişməyə bərabər olan kəmiyyət adlanır sürət. Sürətin düsturunu da bilirdik. S bərabərdir V vurulsun T'dən alınırdı. Bax, bu düstur. Deməli, V bərabərdir Sx bölünsün T. Doğru cavab olur sürət. Dördüncü sual. Verilmiş şəraitdə ölçülərin nəzərə alınmayan cisim adlanır maddi nöqtə. Biz bütün cisimləri maddi nöqtə üçün götürə bilərikmi? Götürə bilmərik. Şəraitə uyğun biz onu maddi nöqtə götürürük. Məsələn, təyyarədə olan bir sərnişin bizi yerdə maddi nöqtə kimi görə bilir. Amma biz qarşımızdakı insanı maddi nöqtə kimi görə bilirikmi? Xeyr, bilmirik. Ona görə deyirik ki, verilmiş şəraitdə, yəni şəraitə uyğun ölçüləri nəzərə alınmayan cismə deyilər maddi nöqtə. Sonra 5-ci sualımız. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına adlanır yer dəyişmə. Yəni, istiqamətlənmiş sözü həmişə nəzərinizdə olsun. Çünki testlərdə bəzən deyirlər ki, cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən düz xətt parçası. Bu şəkildə deyil tərif. İstiqamətlənmiş sözü hökmən olmalıdır. Çünki yer dəyişmə vektorial kəmiyyətdir və o istiqamət bildirir. 6-cı sual. Cismin sürəti ilə zamanı hasilinə hansı fiziki kəmiyyət uyğundur? Deməli, cismin sürəti ilə V ilə zamanı hasilinə bərabər olan hansı kəmiyyətdir? Sx, yer dəyişmə və yaxud da yol. Doğru cavab olur D variantı. 7-ci sual. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə fəzada vəziyyətinin dəyişməsi necə adlanır? Bu, mexaniki hərəkətdir. Tərifdə də, dərs izahlarında da deyirik. 8-ci sual deyir. Bərabər sürətli hərəkət edən cismin getdiyi yolun zamandan asılı qrafiki verilmişdir. Cismin sürətini hesablayın. Nə idi yolun zamanına? Yol nə idi? S bərabərdir V vurulsun T. İndi bizdən soruşur cismin sürətini. V bərabərdir S bölünsün T'ye. İndi baxın, qrafiklərin kəsişməsini ya 10-dan 2-ni götürürük, ya da 20 ilə 4-ü. Fərqi yoxdur. Hər ikisində də cavab eyni alınır. Məsələn, 10-dan 2-ni götürək. Yer dəyişmə olsun 10, zaman olsun 2. Bu delədir 5 metr bölünsün saniyə. 20 ilə 4-ü də götürsək, yenə bax 20 bölünsün 4, yenə 5 metr bölünsün saniyə.
Doğru cavab olur B variantı. Gəlirik 9-cu suala. Deyir, bərabər sürətli hərəkət edən cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Cismin 20 saniyədə getdiyi yolu tapın. Gedilən yol nə idi? S bərabərdir. V vurulsun T idi, düzdür? Gedilən yol S bərabərdir. V vurulsun T'dir. Baxın, əgər burada hasil varsa və burada V'dir, burada da T'dir. Burada hasil varsa biz bu fiqurun sahəsini tapa bilərik. Birinci üsulumuz budur. Bərabər olsun. Neçə saniyədə? 20 saniyədə. Deməli 40, sürətimiz 40-dır. 40 vurulsun 20-dən, 40 vurulsun 20 bərabərdir 800-ə. İndi bizə metr biz metrlə alırıq cavabı. Cavab kilometrlə edilir 0,8 kilometr. Deməli doğru cavab olur D variantı. İkinci sual. Yenə hasil fiqurun sahəsini tapmasaq da eləcə hasilini yazarıq. Bax, sürət 40-dır, saniyə 20, zaman 20-dir. 40-ı vururuq 20-yə. Bu düzbucaqlı kimi götürəndə isə, baxın, bu düzbucaqlının enidir, bu da uzunudur. Eni daha doğrusu 40-dır, uzunu 20-dir. Düzbucaqlının sahəsi kimi də götürə bilərik. Düzbucaqlının sahəsi nə idi? S bərabərdir, A vurulsun B-yə. Bax, bu şəkildən də gedə bilərik. Daha sonra 10-cu sual. Bərabər sürətli hərəkətdə yolun zamandan asıllıq qrafiki hansıdır? Düsturumuz nə idi? S bərabərdir. S bərabərdir. V vurulsun T-yə. Düz xətli bərabər sürətli hərəkət deyirsə, S T ilə düz mütənasib asılıdır. Doğru cavab olur B variantı. 11-ci sual. Bərabər sürətli hərəkətdə sürətin modulunun zamandan asılı qrafiki hansıdır? Baxın, bərabər sürətli hərəkət deyir. Yəni, sürətin istiqaməti də, qiyməti də sabitdir və bərabərdir. Konstant olan deməli asılı deyil. VT-dən. Doğru cavab olur C variantı. Daha sonra 12-ci sual. Cismin sürətinin modulunun zamandan asılı qrafikinə görə 2 saniyədə getdiyi yolu tapın. Bayaqki məsələ ilə eynidir. Getdiyi yolu tapmaqdan ötürü S bərabərdir. V vurulsun T-dən, o da bərabərdir. V'miz 10'dur. Bax, 2 saniyədə getdiyi yol deyil. 10 buradırsa, bax 2 saniyədə getdiyi yol tapırıq. 10 vurulsun 2 bərabərdir 20 metrə. Doğru cavab olur B variantı. Növbəti sualımız 13-cü sual. Cismin sürətinin zamandan asılı qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə ərzində getdiyi yol tapın. Bax, 4 saniyə ərzində getdiyi yol budur. Yenə fiqurun sahəsidir. S bərabərdir. V vurulsun T'dən. O da bərabərdir. O zaman sürət 5'dir. 5 vurulsun. 4 saniyə ərzində sürətdə zamanda 4'dür. Deməli 20 metr yol gedir bu cisim. Doğru cavab olur C variantı. 90 km bölünsün saat sürəti metr bölünsün saniyə ilə tapın. Deməli 90 vurulsun. 90 vurulsun. Baxın, 1 kilometrimiz neçə metrdir? 1000 metr deyilmi? 1000 metr. Kilometrin yerinə bax, burada bizə deyir ki, metr bölünsün saniyə ilə ifadə edin. Yazırıq sürətdə 1000 metr, kilometr. 1 saatımızı indi saniyə ilə ifadə eləməliyik. 1 saatımız neçə saniyədir? 3600. İxtisarlarımızı aparırıq. Bu ikisi gedir. 900 bölünsün 36. 900 bölünsün 36. Delir 25 metr bölünsün saniye. Doğru cevap olur D variantı. İndi 54 kilometr bölünsün saatı yine metr bölünsün saniye ile ifade etməliyik. Yine həmin qayda ilə yazırıq. 54 vurulsun 1 kilometrimiz 1000 metrdir.
bölünsün saatimiz. Bölünsün saat. Saatımızda bir saatimiz 3600'dür. Yine yazıram 3600. Yine ixtisarımız aparsa 3'lər gedir. Olur. Deməli 540 bölünsün 36'ya. O dedi 15 metr bölünsün saniye. Doğru cevap olur C variantı. 16-cı sual. Düz xətli bərabər sürətli hərəkət zamanı bizdən soruşur ki, aşağıdakı kəmiyyətlərdən hansılar necə olur? Deməli, AX kiçikdir 0, xeyr, yanlışdır. SX sabitdir, xeyr, yanlışdır. Koordinat sabit deyil. AX böyükdür 0 sabit deyil. V vektoru şəklində bərabərdir sabit. Yəni, sadəcə V konstant deyil aşağılar. V konstant olsaydı, bax bu şəkildə yazılsaydı, V bərabərdir konstant. O zaman bunun sadəcə qiyməti sabit qalardı. Üzərində vektor odur ki, bunun həm istiqaməti, həm də qiyməti sabit qalır. Buradan çəkim qrafiki. Bax, deməli, V-nin T-dən asılılığı bax bu şəkildədir. Həm istiqaməti sabitdir, həm qiyməti sabitdir. Ona görə yazırıq V üzərində vektor bərabərdir konstant, yəni sabit. Doğru cavab olur C variantı. Sonra devam edək. 17-ci sualda deyilir. Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asıllıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan 3-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Baxın, əgər bizə koordinat x-in T-dən asılılığı, yəni koordinat zaman qrafiki verilirsə, o xəttlər arasındakı məsafə nədirsə, cisimlər arasındakı məsafə də odur. İndi bax, 3-cü saniyənin sonunda bu cisimlər arasındakı məsafə nə olub? 0 olub. Çünki 3-cü saniyənin sonunda bu cisimlər hər ikisi, bax, burada görüşüblər. Yəni, o iki cisim arasındakı məsafə 0-a bərabər olardı. Əgər sürətin zamandan asılı qrafiki versəydi, bu başqaydı. Bu artıq koordinatları biz ayrı-ayrılıqda tapıb, ondan sonra onları bərabərləşdirib, sonra onların görüş nöqtəsini və yaxud da onlar arasındakı məsafəni təyin eləməli olacaqdıq. 18-ci sual. Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asıllıq qrafikləri verilmişdir. Müşahidəyə başlayandan 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Yenə gördüyünüz kimi koordinatın zamandan asılılığı veribdir. Deməli, xəttlər arasındakı məsafə nədirsə, cisimlər arasındakı məsafə də odur. 4-cü saniyənin sonunda bu cisimlər bu nöqtədə görüşüblər. Deməli, bu cisimlər arasındakı məsafə 0'dır. Doğru cevap olur C variantı. 19-cu sual. Bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və yaxud da anlarında cisimlər görüşmüşdür? Yenə deyirəm, əgər koordinatın zamandan asılı qrafiki veribsə və bu əgər iki qrafikdirsə, o zaman oxunu hansı nöqtələrdə kəsibsə, deməli, o cisimlər arasındakı məsafə odur və yaxud da o anda görüşmüş olurlar. İndi yenə baxın, koordinatın zamandan asılı qrafiki verilib. Yenə x-in T-dən asılı qrafikidir. İndi baxın, birinci cisim gəlir 0-dan 4 saniyə ərzində, bir də ikinci cisimdə gəlir 6-dan başlayaraq, başlangıc koordinat 6-dan başlayaraq son koordinat gəlir 8-ə. Deməli, bu cisimlər zaman oxunu hansı nöqtədə kəsiblərsə, o nöqtədə o cisimlər görüşübdür. Birinci hardadır? Birinci saniyə ərzindədir. Baxın, burada kəsişiblər. Bir də zaman oxunu 4-cü saniyədə kəsib. Deməli, doğru cavab olur 1 və 4. 1-ci və 4-cü saniyələrdə bu cisimlər görüşmüşdür. Yəni, onlar arasındakı məsafə 0 olmuşdur. Doğru cavab olur nə? 1 və 4. 1 və 4 saniyə aralarında doğru cavab olur C variantı.
İndi 20-ci sual. Bir düz xətt üzrə hərəkət edən cismin koordinatının zamandan asılılığı qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və yaxud da anlarında cisimlər görüşmüşdür? Yenə koordinatın zamandan asılılıq qrafiki verilibdir. Yenə zaman oxunu hansı nöqtələrdə kəsirsə cisimlər o anda görüşmüşdülər. Burada zamanı 1 saniyə anında kəsişibdir qrafiklər, bir də 5 saniyə. Deməli 1 və 5 zaman saniyələr zaman anında bu cisimlər görüşübdür. Doğru cavab olur Y variantı. Növbəti sualımız 21-ci sual. Mən buranı sileyim. Deməli deyir ki, X oxu üzrə düz xəttli bərabər sürətli hərəkət edən cismin sürətinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Biz cismin istənilən zaman anındakı koordinat təyinliyini yazsaq, orada sürəti tapsaq, bizə istədiyimiz ifadəni vermiş olur. Nədir? İstənilən zaman anında koordinatın təyinliyi x bərabərdir. X0 üzərinə gəlir Vx vurulsun T'yə. Bax, bu ifadə istənilən zaman anında koordinatın təyinliyidir. İndi biz buradan Vx'i tapsaq, Vx bərabər olur nə? X minus X0 bölünsün T'yə. Deməli, doğru cavab olur B variantı. 22-ci sual. Düz xəttli bərabər sürətli hərəkətdə sürət hansı ifadə ilə təyin olunur? Düz xəttli bərabər sürətli hərəkətin düsturu S bərabərdir V vurulsun T'yədir. Buradan bizdən sürəti soruşur. O zaman V bərabərdir S bölünsün T doğru cavabdır. S bölünsün T olur A variantı. 23-cü sual. Düz xəttli bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti hansı ifadə ilə təyin olunur? Yenə bax, bu düsturdan S bərabərdir V vurulsun T'dən indi müddət soruşur. T'ni soruşur. T bərabərdir S bölünsün V'yə. S bölünsün V doğru cavab olur Y variantı. 24-cü sual. Düz xəttli bərabər sürətli hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur? Yazmışdıq onu. S bərabərdir V vurulsun T'yə. S bərabərdir V vurulsun T'yə. Doğru cavab olur C variantı. Baxın, V kvadrat bölünsün A, AT kvadrat, VT kvadrat bölünsün 2, AT. Bax, bunlar təcilli. Bunu V kvadrat bölünsün 2 adı, AT kvadrat bölünsün 2'dir. Bunlar təcilli hərəkətin düsturlarıdır. 25-ci sualda deyir ki, düz xəttli bərabər sürətli hərəkətdə yer dəyişmənin proyeksiyası hansı ifadə ilə təyin olunur? Yer dəyişmənin proyeksiyası deyirsə, indeksində x yazırıq, bərabərdir. Vx vurulsun T'yə. Deməli, doğru cavab olur A variantı. Düz xəttli, yenə deyirəm, bərabər sürətli hərəkət halı üçün soruşur. Növbəti sualımız 26-cı sual. Yerdəyişmənin düzgün tərifi hansıdır? Trayektoriyanın uzunluğuna yerdəyişmə deyilir. Xeyr, trayektoriyanın uzunluğu gedilən yoldur. Maddi nöqtənin hərəkəti zamanı cızdığı xəttə yerdəyişmə deyilir. Xeyr, maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt trayektoriyadır. Trayektoriyadır. Biraz başa düşülən olmadı. Olsun. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən düz xətt parçası yerdəyişmə deyilir. Xeyr, cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerdəyişmə deyilir. Deməli, C-də getdi. Daha sonra D variantı. D variantında deyir, cismin vəziyyətinin dəyişməsinə yerdəyişmə deyilir. Xeyr, bu da deyil. Y variantı. Cismin başlanğıc vəziyyətini onun son vəziyyəti ilə birləşdirən istiqamətlənmiş düz xətt parçasına yerdəyişmə deyilir. Bəli, istiqamətlənmiş düz xətt parçasına yerdəyişmə deyilir. Bu da doğru deyildir. Doğru cavab oldu Y variantı. 27-ci sual. Trayektoriya nədir? Maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt. Bəli, elə maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt trayektoriya adlanır. Cismin başlanğıc vəziyyətini onun son vəziyyətdə birləşdirən düz xətt parçasına
Bu xeyrini yer dəyişmə deyil. Əgər istiqamətlənmiş desəydi yer dəyişmə olardı. Cismin vəziyyətinin dəyişməsi, koordinatın dəyişməsi, cismin istiqamətlənmiş düz xətt parçası heç biri deyil. Trayektoriya maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt. 28-ci sual. Düz xəttli bərabər sürətli hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılılıq tənliyi hansıdır? Düz xəttli bərabər sürətli hərəkət halı üçündür. Deməli, x bərabərdir x0 plus vxt. Bayaq qeyd eləmişdik. Doğru cavab olur D variantı. 29-cu sual. Düz xəttli bərabər sürətli hərəkətdə gedilən yol ilə yerdəyişmə vektorunun modulu arasında hansı münasibət doğrudur? L bərabərdir 2 isə xeyr, yanlışdır. L S-in yarısıdır, yanlışdır. L S-dən kiçikdir. Yadınızda saxlayın uşaqlar. Yol heç vaxt yerdəyişmədən kiçik ola bilməz. Səhvdir. L S-ə bərabərdir, L S-dən böyükdür. Düz xəttli bərabər sürətli hərəkətdə gedilən yol və yerdəyişmə vektorunun modulu arasında. Düz xəttli bərabər sürətli deyirsə, C variantında deyir L S-dən böyükdür, xeyr. Gedilən düz xəttli bərabər sürətli hərəkət deyirsə, yəni trayektoriyamız düz xəttdir. Düz xətt deyirsə, o zaman gedilən yol yer dəyişməyə bərabərdir. Doğru cavab olur Y variantı. Aha, 30-cu sualda deyir əyri xəttli hərəkətdə. İndi baxın, əyri xəttli hərəkətdə. Bu nə deməkdir? 29-cu suala bir dənə deyim. Bax, əgər cisim A-dan hərəkətə başlayaraq B-yə gəlirsə və burada dayanırsa, bu zaman gedilən yol yer dəyişməyə bərabər olur. Yəni L isə bərabər olur. İndi 30-cu sualda deyir trayektoriya əyri xəttlidir. Yəni bax, A-dan başlayaraq bax bu şəkildə hərəkət edir, tutaq ki, gəlir B nöqtəsində dayanır. Bax bu A-dan B-yə gəldiyi bu dalğavari bu yolumuzdur, bu L-dir. Yer dəyişmə nədir? A ilə B-ni birləşdirən düz xətt parçasıdır. Bax görürsüz, trayektoriya əyri xətt olanda L S-dən böyük olur. Yəni L böyükdür S-dən. Gedilən yol yer dəyişmədən böyük olur. Yol kiçikdir, S bölünsün ki, bu səhvdir, bu da səhvdir. Yol yer dəyişmədən kiçik ola bilməz. Yer dəyişməyə bərabər o halda ola bilərdi ki, düz xəttli hərəkət etsin. L S-dən böyükdür. Bəli, əyri xəttli hərəkətdə L S-dən böyükdür. Yəni gedilən yol yer dəyişmədən böyükdür. Doğru cavab olur Y variantı. Növbəti sualımız 30. Düz xəttli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının nisbətini hesablayın. Deməli, V-miz nədir? Vx-imiz bərabərdir. Sx bölünsün T-yə. İndi bax, birinci hal üçün yazıram. V deməli, zamanımız eynidir. Baxın, görürsünüz, birinci cisimdə, ikinci cisimdə 10 saniyə müddətdə gedirdi. Deməli, zaman eynidirsə, yer dəyişmə sürətlə düz mütənasibdir. O zaman yazırıq. V1x bölünsün V2x-ə bərabərdir. S1 bölünsün S2-yə. O da bərabərdir. S1-imiz neçədir? Birinci cisim gedir 50. İkinci cisim gedir 20 metr. Bunlar da eləyir 2,5 metr bölünsün saniyə. Deməli 2,5 doğru cavab olur D variantı. Növbəti sualımız deməli 32. Yenə burada da deyir ki, düz xəttli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyaları verilibdir. Onların nisbətini soruşur. Yenə yer dəyişməklə düz mütənasibdir. Deməli 20, birinci cisim gedir 20, ikinci cisim gedir. Yox, indi burada zamanları fərqli veribdir, amma yer dəyişmələri eynidir. İndi bu zaman deməli S1 bərabərdir, S2 olur. Yəni yer dəyişmələr bərabər olur. Sürət zamanla tərs mütənasib asılı olur. T2 bölünsün T1-ə. O deyilir 10 bölünsün 5-dən doğru cavab olur 2.
33-cü sual. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətinin x ox üzrə proyeksiyasını hesablayın. Hesablayaq. Deməli, başlanğıc koordinatımız neçədir? x0 bərabərdir 5-ə. Son koordinatımız neçədir? X bərabərdir 20-yə. Deməli, istənilən zaman anda koordinatın tənliyi nə idi? X bərabərdir x0 üzərinə gəlirik və x vurulsun t-yə. Buradan bizdən nəyi soruşur? Sürətin x ox üzrə proyeksiyası. Deməli, sürəti soruşur. Və x bərabər olur x minus x0 bölünsün t-yə. O da bərabərdir. Son koordinatımız 20. Başlanğıc koordinatımız da 5. 20-dən 5 çıxan eləyir 15 bölünsün keçən zaman eləyir 5-ə. Deməli, 3 metr bölünsün saniyə doğru cavabdır. 34-cü sualı da deyir. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən onun sürətinin x ox üzrə proyeksiyasını tapın. Yenə həmin düsturdur. Da bir də düsturu yazmıram. Olur vx bərabərdir. X minus x0-dan 16 çıxılsın 4-dən eləyir 12 bölünsün 4-ə. O da bərabərdir. 3 metr bölünsün saniyə. Doğru cavab olur A variantı. Sonra 35-ci sual. Deyir, x ox üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən böyükdür? Deməli, biz bunu tapanda necə edirik? Ya deyirdik ki, deməli, koordinatdan törəmə alırdıq. Birinci tərtib törəməsi bizə sürəti verirdi. Ya da ki, bax, bu tənliyə uyğun tapa bilərik. Bir-bir bunun hamısından törəmə almaqdansa ən yaxşısı budur. X bərabərdir. X0 plus Vx vurulsun t-yə. Baxın, burada x0, bax, buradakı sabitlərdir. 20, 40, 10, 40, 40 və s. İndi baxın, t-nin qarşısındakı kəmlik bizə verir sürəti. Deməli, t-nin qarşısındakı ədəd bizə deməli sürəti verir. İndi baxın. Burada A variantına baxın. X bərabərdir 20 plus 3t-dir, düzdürmü? T-nin qarşısındakı neçədir? 3, düzdürmü? Deməli, A-da birinci sürət oldu 3. B variantında sürət eləyir 6, D-də eləyir -2, Y-də eləyir 1, C-də eləyir -4-ə. Bizə də deyir ki, eyni zaman müddətində yer dəyişmənin modulu ən böyükdür. Baxın, yer dəyişməmiz nə idi? S bərabərdir. V vurulsun T deyildimi? Deməli, sürətlə yer dəyişmə düz mütənasibdir. Hansında V böyükdürsə, orada yer dəyişmə böyükdür. Sürət hansında böyükdür? B variantına baxın. X bərabərdir. 10 üstə gələk 6t. Burada müsbət 6-dır sürət. Deməli, bu variantların ən böyüyündə, bu variantların hamısına böyük B-dədir. Sürət 6-dır. Deməli, orada yer dəyişmə daha böyükdür. 36-cı suala baxın. X ox üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən kiçikdir? İndi bizə yer dəyişmənin modulunun ən kiçik olduğunu soruşur. Yenə, bax, bu x bərabərdir. X bərabərdir. X0 plus Vx vurulsun. T'dən tapırıq. Yenə, T'nin qarşısındakı hansı rəqəm böyükdürsə, deməli, orada sürət böyükdür. Sürət böyüksə, yer dəyişmə böyükdür. İndi bizdən kiçiyini soruşur. Ona görə sürətin ən kiçik qiymətidir. İndi baxın, A variantında 40 üstə gələk T'dir, düzdürmü? Yəni, sürət 1-dir. B-də sürət 3-dür. C-də -4-dür. D-də -2-dir. Y-də plus 6-dır. İndi baxın, deyəsiz bəlkə də ki, müəllim, cavab C variantıdır, -4-dür. Bizdən soruşur ki, yer dəyişmənin modulu ən kiçik hansıdır? Modulunu soruşursa, deməli, burada mənfinin bir önəmi yoxdur. Biz ən kiçik rəqəm nədirsə, onu götürürük. Doğru cavab olur A variantı. 40 üstə gələk T'dən, T'nin qarşısındakı 1-dir. Ona görə yer dəyişmənin modulu ən kiçikdir A variantında.
37-ci sualda deyir, x oxu üzrə hərəkət edən və hərəkət tənliyi x bərabərdir 6 üstəgələ 3D şəklində verilmiş maddi nöqtənin 4-cü saniyədə yer dəyişməsini tapın. Yer dəyişmə nə idi? X bərabərdir v x vurulsun t-yə. Deməli, burada v-miz neçədir? X bərabərdir 6 üstəgələ 3D-dən. Bayaq bu ifadə yazmışdım. Bax buradan. Qoyun o rəngini dəyişim işarəliyim. Bax, bu ifadədə. Nə idi? T-nin qarşısındakı bizə v-ni verirdi. İndi bax, x bərabərdir 6 üstəgələ 3t-dən. Qoy bunu pozum. 6 üstəgələ 3t-dən t-nin qarşısındakı nədir? 3. Deməli, sürətimiz 3-dür. Olur 3 vurulsun. Bizə nə soruşur? 4 saniyədə. Deməli, yer dəyişməmiz oldu 12 metr. Doğru cavab olur B variantı. 38-ci sualda deyir, x oxu üzrə hərəkət edən və hərəkət tənliyi bu şəkildə verilmişdir. Maddi nöqtənin 2 saniyədə yer dəyişməsini tapın. Yenə S bərabərdir. V vurulsun T-dən. O da bərabərdir. V-miz 6-dır. Saniyəmiz 2-dir. Elədir. 6 vurulsun 2-dən 12 metr. Doğru cavab olur. 6 dəfə 2, 12 metr. Doğru cavab olur D variantı. Aha, növbəti sualımız gəlir. 39. Deyir 1800 santimetr bölünsün dəqiqəni, metr bölünsün saniyə ilə ifadə edin. Edək. Deməli, 1 metrimiz neçə santıdır? 1 metrimiz 100 santıdır, düzdür? O zaman 1800 santimetrimiz neçə metr eləyir? 1800'ü bölürük 100'ə. Gedir, qalır 18 metr. Aha, bu deməli, burada yerinə yazırıq. Nə? Bu da bunu pozum. Bərabərdir qoyuram da, buradan bir də bura gəlməyim. Buradan bərabərdir qoyuram. Deməli, bu eləyir 1800 santimetrimiz eləyir 18 metr. Bölünsün 1 dəqiqəmizdə 60 saniyə. İndi 18-i də 60-a böləndə eləyir 0,3 metr bölünsün saniyə. Doğru cavab olur D variantı. 40-cı sualda da yeni həmin qayda ilə gedirik. Deməli, deyir ki, 900 santimetr bölünsün dəqiqəni, metr bölünsün saniyə ilə ifadə edin. 900 santimetrimiz neçədir? 900 bölürük 100'ə, metrə çevirməkdən ötürü. Bölürük 100'ə, eləyir 9 metr. Olur 9, bir dəqiqəmizdə 60 saniyədir. O da eləyir 0,15. 0,15 metr bölünsün saniyə. 40-cı sualın cevabı da olur C variantı. Sonra 41-ci sualda deyir, cismin sürətinin zamanla asılı qrafiki verilmişdir. Cisim 30 saniyə müddətini getdiyi yol 18 saniyə müddətini getdiyi yoldan nə qədər çoxdur? Baxın, deməli cisim 30 saniyə müddətə getdiyi yol, bax budur. Bu fiqurun sahəsidir. 10 saniyə müddətinə getdiyi yolda, bax, bu fiqurun sahəsidir. Gəlin bunları ayrı-ayrılıqda tapaq. Deməli, S1 yazıram. S1 bərabərdir. Birinci, 4 sürəti 4'dür. Getdiyi, sərf etdiyi zamanda 30'dur. S bərabərdir. V vurulsun T'dən 4 dəfə 3, 4 dəfə 30, 120 metr. Birincidə gedib. İkincidə isə S bərabərdir. Yenə sürət 4'dür. Bu zaman 10 saniyə vaxt sərf edib. Deməli 4 dəfə 10, 40 metrdə ikincidə gedib. İndi bizə deyir, neçə dəfə çox olsa desəydi, S1-i S2-yə bölürdük. İndi deyir, nə qədər çoxdur deyirsə, S1-dən çıxırıq S2-ni, o da bərabər olur. 120 çıxılsın 40'dan eləyir 80 metr. Doğru cavab olur B variantı. 42-ci sualda deyir. Cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Cisim 20 saniyə müddətini getdiyi yol 10 saniyə müddətini getdiyi yoldan nə qədər çoxdur?
Yenə bayaqki kimi. Deməli, S1 bərabər olur 20 saniyədə getdiyi yol. Bax, budur. Eləyir 4 dəfə 20-nin 4 vurulsun 20 bərabərdir 80. S2 bərabər eləyir nəyə? 10 saniyə müddətində getdiyi yol. Bu da elədir 40-a. Deməli, S1 çıxılsın S2 nəyə bərabərdir? 80 çıxılsın 40-dan eləyir 40 metr. Doğru cavab olur C variantı. 43-cü sualda deyir, X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi bax bu şəkildə verilibdir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Əgər görüşürsə deyirsə, deməli koordinatları bir-birinə bərabərdir. X1 X2-yə bərabərdir. Gəl tapaq. X1 neçədir? 5 çıxılsın. Bir dəqiqə bunu mən yer açım. Gəlin bunu burada yazaq. Deməli, görüşür deyiriksə, x1 x2-yə bərabərdir. Yəni, koordinatlar bir-birinə bərabərdir. Olur. 5 minus 2t bərabər olur. 2t çıxılsın 5-ə. Buradan t'ləri bir tərəfə yığaq. Rəqəmləri isə bir tərəfə yığaq. Olur. 5 üzərinə gəlirik 5 bərabərdir. 2t üzərinə gəlirik 2t'yə. Deməli, 4t bərabərdir 10-a. Neysə səhv yazdıq. Buradan 4t bərabərdir 10-a, t bərabərdir 10 bölünsün 4-dən 2,5 saniyədən sonra deməli bu cisimlər görüşür. Doğru cavab oldu A variantı. Mən 44-ün x2-sindən qarışdırmışdım. Elə bildim səhv yazmışım. Sonra 44-cü sualda deyir. Mən yenə buranı pozum. 44-cü sualda deyir. Yenə koordinatlar verilibdir. Deyir onlar nə qədər vaxtdan sonra görüşür. Görüşürsə yenə x1 bərabərdir x2 yazırıq. Olur 5 çıxılsın 3t bərabərdir 4t çıxılsın 9-a. Yenə yazırıq 5 plus 9 bərabərdir 4t üzərinə gəlirik 3t'yə. Deməli, bölür 14 bərabərdir 7t'yə. Buradan t bərabər olur 2 saniyə. Doğru cavab olur B variantı. Növbəti sualımız olur. 45-ci sual. Deyir ki, X oxu üzrə düz xətli hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bu cisim 6 saniyə ərzində getdiyi yolu tapın deyir. Baxın, S yol tap deyir. Bu cisim, bax, buraya qalxır maksimum nöqtəyə qalxır neçəyə? Nə qədər yol gedir maksimuma? 10 metr. 10 gedir, 10 da qayıdır, düşür. Yolu nə qədər eləyir? 10 plus 10-dan eləyir 20 metr yol getmiş olur. Yer dəyişmə desəydi 0 olardı. X oxu üzrə düz xətli hərəkət edən cismin koordinat asılı qrafiki verilibdir. Bu cisim ilk 6 saniyə ərzində getdiyi yol tapın. Aşağılar, yol mənfi ola bilməz. Ona görə biz bu məsafəni götürəndə burada mənfini nəzərə almırıq. Deməli, 20 metr bura qədər gəlib, 20 metr də buradan aşağı düşüb. Deməli, olur 40 metr yol gedir. Yer dəyişmə desəydi 20-ni nəzərə alardıq, amma yol deyirsə mənfi nəzərə alınmır. Doğru cavab olur B variantı. Sonra 47-ci sual. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. 1, 2, 3 nöqtələrinə uyğun zaman anlarında cismin malik olduğu sürətin modullar arasında hansı münasibət? Deməli, bu cisim başlanğıc koordinatdır. Əslində bunun ifadəsi bax bu şəkildədir. Deməli, x bərabərdir, x0 üzərinə gəlirik, vx vurulsun t. İndi bax, bu başlanğıc koordinatdan keçirsə, burası 0-dır. Deməli, x bərabər olur, vx vurulsun t-yə. İndi buradan bizdən soruşur sürətin modullarını. Deməli, vx bərabər olur, nəyə? X bölünsün t-yə. X bölünsün t bizə verir tangent alfanı. Deməli, biz bunları bucağa ayırsaq, ona görə sürətin qiymətini tapa bilərik. Bax, birincinin bucağı bu. İkinci bu, üçüncü də yenə bu. Bax, gördünüzmü? Birinci ilə ikinci üst-üstə düşür. Deməli, birinci ilə ikinci
yox, ikinci ilə üçüncü üzr istəyirəm. Bir-birinə bərabərdir. Yəni V2 bərabərdir V3-ə. İndi burada daha çox yol gedib, yoxsa 2 ilə 3-də çox yol gedib. Deməli, birincinin yolu V1 böyükdür, V2 bərabərdir V3-dən. Bax, bu şəkildə. Doğru cavab olur C variantı. Bunu zaten qrafikdən baxanda da görmək olurdu. Heç bu tangensi yazmasaq da olardı. Heç bunu bucağa ayırmasaq da olardı. Bu şəkildə görmək olardı ki, yəni V1 birinci cisim koordinatı bu qədərdir. İkinci cisim koordinatı azalıbsa deməli buradan bax bu düstura əsasən V-nin koordinat düz mütənasibdir. Bu ikisi bir-birinə bərabərdir. V1 isə ən böyükdür. Deməli V1 böyükdür, V2 bərabərdir V3-ə. 48-ci sual deyir. X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi verilmişdir. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cisimə çatar? Yenə çatar deyirsə, deməli koordinatlar bir-birinə bərabərdir. X1 bərabərdir X2. Bayaqçı qaydadan kimi yenə 8 üzərinə gəlir 6T, 8 üzərinə gəlir 6T bərabərdir 24 üzərinə gəlir 2T. Buradan T bərabər eləyir 4 saniyə. Deməli 4 saniyədən sonra burada birinci cisim ikinci cisimə çatar. Doğru cavab olur D variantı. Növbəti sualımız 49. Nə deyir? Buranı silim. Deməli, deyir ki, modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca. Deməli, A-dan B-yə yarım çevir. Digəri isə AB düz xətti üzrə hərəkət edir. T1 müddətinə gəlir. T1, T2 müddətini nisbətini hesablayın. AB gəlirsə, düsturumuz nə idi? Baxın, eyni sürət deyir. Deməli, Sx bərabərdir. Vx vurulsun T'dən. Sürətlər eynidir. O zaman gedilən yol zamanla düz mütənasibdir. Yəni, T1-in T2-yə nisbəti bərabərdir. Baxın, AB yarım çevrə boyunca hərəkət edirsə, çevrənin uzunluğu nəyədir? 2 pi r. Yarım çevrə deyirsə, o zaman pi r bərabər olurmu? Yarım çevrə deyirsə. Deməli, getdiyi yol pi r qədərdir. İndi, ikinci cisim A-dan B-yə düz xətt boyunca hərəkət edir. Əgər bu cisimi çevrəyə tamamlasaq, AO və OB radiuslar olur elə. Bax, bura r yazsaq, burada r olur. O zaman AB məsafəsi olur 2r. Buradan da r'lər ixtisar gedir. Olur pi bölünsün 2. Deməli, doğru cavab olur Y variantı. 50-ci sualda deyir, A nöqtəsindən eyni vaxtda hərəkətə başlayan iki cisimdən biri V1 yarım çevrə boyunca, digəri V2 sürəti ilə AB düz xətti boyunca bərabər sürətlə hərəkət edir. Bu eyni vaxtda gəlirlər. Bu cisimlərin sürətlərini tapın. Eyni vaxtda hərəkətə başlayıb, eyni vaxtda çatırlarsa, deməli zaman eynidir. O zaman S bərabərdir Vx vurulsun T'dən, S-lə V-ni yazırıq. Deməli, S1 bölünsün S2 bərabərdir V1 bölünsün V2. Buradan da birinci cisim deməli AB çembərindən B nöqtəsinə eyni vaxtda gəlir. A nöqtəsindən eyni vaxtda hərəkətə başlayan iki cisimdən biri V1 sürə. Deməli, V1 yarım çevrə boyuncadır. Yarım çevrədirsə pi r-dir, ikincisi 2r-dir. Doğru cavab olur. Yenə pi bölünsün 2. Sonra gəlirik 51-ci suala. Deyir, cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Cisim sürətin qrafikini görürük ki, zaman oxuna paraleldir. Deməli, V bərabərdir konstantdır. Yəni, cisim düz xətli bərabər sürətli hərəkət halındadır. O zaman koordinatın zamandan asılı qrafiki də olur A variantı. X bərabərdir Vx vurulsun T'yə. Başlanğıc koordinat 0'dır.
52-ci sualda deyir. X ox üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Yenə bu cisimlərin başlanğıc koordinatları 0-dır. X0 bərabərdir 0-dır. Deməli, X onda V ilə düz mütənasibdir. Yəni, koordinat artanda sürət də artır. Haradadır koordinat artır? Deməli, 3-də koordinat ən böyükdür, sonra 2-dir, sonra 1-dir. Deməli, 3-də sürət ən böyükdür, V3 böyükdür V2-dən, o da böyükdür V1-dən. Doğru cavab olur A variantı. 53-cü sualda deyilir, qrafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Baxın, birincidə koordinat ən böyükdür, sonra azalır, sonra biraz ondan daha azalır. Deməli olur, V1 böyükdür V2, o da böyükdür V3-dən. 1, 2, 3. 1, 2, 3. Doğru cavab olur Y variantı. Növbəti sualımız 54-cü suala. Deyir, X ox üzrə hərəkət edən cismin hərəkət qrafikinə əsasən A nöqtəsinə uyğun zaman anını hesablayın. Deməli, buradan nəyi tapa bilərik? Bizə deyir ki, A nöqtəsində zaman anını soruşur, düzdür. Ondan əvvəl bu cismin hərəkəti düz xətlidir, düzdür. İndi bax, zamanın 2 saniyə anında bu cismin sürətini tapa bilərik. Necə tapa bilərik? X bərabərdir. X0 plus Vx vurulsun T'dən. Baxın, bizim başlanğıc koordinatımız neçədir? -20. Son koordinatımız neçədir? 0. 0 bərabərdir. -20 üzərinə gəlirik. Vx vurulsun 2'ye. Buradan 2V bərabərdir -20'yə. V bərabərdir 10'a. Deməli, V'miz oldu 10. Düzdür. 20 yox, üzr istəyirəm, müsbət 20. Aha, sürətimiz 10'dursa, deməli, A nöqtəsində də sürət həmin 10 metr bölünsün saniyədir. İndi A nöqtəsi üçün zamanı tapanda yazırıq nə? Yenə yazırıq. Bunun indi başlanğıc koordinatı olur 20, A nöqtəsinə uyğun son koordinat olur 10. Yazırıq 10 bərabərdir -20 üzərinə gəlirik 10 T'yə. Sürətimiz də 10 idi. O zaman olur 30 bərabərdir 10 T'yə. Buradan T bərabər olur 3 saniyə. Doğru cavab olur A variantı. 55-ci sualda deyir. Buranı silin. Deməli, 55-ci sualda deyir ki, cisim ABCD trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yerdəşməsinin modulundan neçə dəfə çoxdur? Neçə dəfə çoxu deyir. Aha. İndi bu cisim ABCD trayektoriyası üzrə hərəkət edirsə, bu cismin getdiyi yol nədir? Bax, buradan buradır. Düzdür. Gedilən yol. S yol yazıram. Bərabərdir. A'dan B'yə gedir 5 metr. B'dən C'yə gedir 6. C'dən D'yə gedir 3. 11. 3 də bu elədi 14. Deməli, 14 metr bu cismin yoludur. Yerdəyişmə nədir? Cismin başlanğıc və son nöqtəsi. A'dan başlayır. Cisim D nöqtəsində dayanır. Bunun yerdəyişməsi bax bu şəkildə olurmu? İndi bunun yerdəyişməsini gəlin tapaq. Bax, bunu bir düzbucaqlıya tamamlasaq, nə olar bizdə? Necə tapa bilərik? Yox, üçbucağı tamamlamayaq. Bunu belə eləyək. Deməli, yerdəyişmə nə idi? Başlanğıc və son nöqtəsini birləşdirən parça. Bura bizim S yerdəyişməmizdir. Biz bunu bu şəkildə üçbucağı tamamlasaq, deməli, bax, bura bərabər deyilmi? Bura 6'dırsa, burada 6'dır. İndi baxın, bura 3'dürsə, bununla da bu bir-birinə bərabərdir, düzdür? Bu ikisi də bir-birinə bərabərdir. O zaman bura 5'dirsə, burada 5 olur. O zaman belə bir üçbucaq alınırmı bizdə? Bax bu şəkildə. Bura 6, bura 5, burada yerdəyişmə. O zaman S yerdəyişmə bərabər olur kök altında. 6'nın kvadratı nə eləyir? 36, üzərinə gəlirik 25'ə. Yəni 5'in kvadratı. Yox, 5'ə yox, üzr istəyirəm. Bura 5 ilə 3, bura 8 eləyir. Nəzərimdən qaçdı.
Deməli, bura 8 eləyir. O zaman bu eləyir 36 üzərinə gəlirik. 8-in kvadratı eləyir 64. Bundan da ki 36-ın üstü 64 gələndə 100 kök çıxır 10-a. Deməli, bu cismin yolu oldu 14 metr, yerdəyişməsi oldu 10 metr. Ne deyir, cismin getdiyi yol yerdəyişməsinin modulundan neçə dəfə çoxdur? Deməli, S yol bölünsün S yerdəyişmə bərabərdir 14 bölünsün ona, o deyilir 1,4 metrə. Cavab olur 1,4 metr. Baxın, açıq sualdır mı? Yox, 1,4 dəfə qapalı sualdır. Doğru cavab olur. Deməli, burada olur A variantı. 56-cı sualda deyir, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Vektorial cəmiyyətdə yer dəyişmə. Yer dəyişmə. Beynəlxalq sistemdə əsas vahiddir hər ikisi. Skalar cəmiyyətdə yol. Hərəkət trayektoriyasının uzunluğudur yol. Hərəkət zamanı sıfıra bərabər olar yer dəyişmə. Hərəkət trayektoriyasının başlanğıc istiqamətlənmiş düz xətt parçasıdır yer dəyişmə. Deməli, biri olur, deməli, vektorial cəmiyyətdə biri olur yer dəyişmə. Deməli, bir bura gedir. Beynəlxalq sistemdə hər ikisi əsas vahiddir. 3-ə gedir hər ikisi. Skalar cəmiyyətdir, yol 3-ə gedir bura. Trayektoriyanın uzunluğudur yol 4 gedir bura. Hərəkət trayektoriyası 0 ola bilər yer dəyişmə 1, 5, 3, 4, 1, 5. İstiqamətlənmiş düz xətt parçasıdır yer dəyişmə. Deməli, 2 olur 1, 5, 6, 3, 4. Beynəlxalq sistemdə əsas vahiddir. Hər ikisi doğru cavab olur A variantı. Sonra 57-ci sualda deyir, A nöqtəsindən B nöqtəsinə modulda sabit sürətlə hərəkət edən cismin trayektoriyası göstərilmişdir. Hansı qrafik bu cismin sürətinin y oxu üzrə proyeksiyasının zamandan asıllığına uyğun gəlir? Deməli, qrafikin A nöqtəsindən B nöqtəsinə sabit sürət. Bax, bu A hissəsində bu cisim nə cür hərəkət edir? Baxın. A nöqtəsində koordinat sabitdirsə, deməli sabit nədir? Yəni yerində dayanır. Deməli sürət 0-dır. Deməli burada V bərabər 0. B nöqtəsində koordinat azalır. Koordinat azalırsa, deməli sürət də azalıbdır. Deməli V kiçikdir 0 olur. Gəlin indi baxaq hansı qrafikə. A variantı uyğun deyil, çünki birinci halda 0-dır. B variantı heç uyğun deyil. C variantı birinci hal 0'dır, ikinci hal 0'dan küçükdür. Bəli, doğrudur. D variantı 0'dır. Burada 0'dan böyükdür, səhvdir. Y variantı səhvdir. Doğru cavab olur C variantı. Daha sonra 57, 58-ci qrafikdə deyir. X oxu üzrə bir də buraları pozum. Deyir ki, X oxu üzrə hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilibdir. Cisimlərin görüş yerlərinin koordinatlarını müəyyən edin. Birinci cisim, baxın, birinci cisim hansıdır? Bu cisim, ikinci cisim bu cisim. Birinci cisimin başlanğıcı, başlanğıc koordinatı nədir? 0-dan başlayır, -10-da qutarır. Düzdür? Birinci cisim yazırım. Bax, birinci cisim. Birinci cisim buradan başlayır. Bu şəkildə gəlmirmi? Bax, bu şəkildə. Deməli, 0-dan başlayır, -10-da qutarır. 0-da başlayır, -10-da qutarır. İkinci cisim isə 20-də başlayır, -10-da qutarır. İkinci cisimdə, deməli, 20-də başlayır, -10-da qutarır. İndi cisimlərin görüş yerlərini təyin edin. Görüş koordinatlarını təyin edin. Hətta bunu heç yazmağa ehtiyac yoxdur. Bu qrafikdən görünür. Bunu silək. Baxın, bu şəkildə yazaq.
Deməli, bu cisimlərin görüş yerlərini deyir, təyin eləyin. Deməli, x-in t-dən asılılığı veriləndə biz sadəcə qrafiklər harada kəsişirsə, deməli, cisimlər orada görüşür. Birinci cisim 4 saniyədə görüşür, düzdürmü? Hansı koordinatda görüşür? 10 metrdə görüşürmü? 10 metrdə. 4 saniyədə 10 metrdə bu cisim görürsün. İkinci dəfə nə vaxt görüşürlər? Baxın, 9 saniyədə indi görüşür mənfi 10-cu koordinata. Deməli, cavab olur A 10 metr və mənfi 10-cu metr koordinatlarda bu cisim görüşür. Sonra 59-cu sualdır. X oxu üzrə hərəkət edən A, B, C cisimlərinin koordinatlarının zamandan asılı qrafikləri verilibdir. Hansı mülahizə doğru deyil? B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Hansı mülahizə doğru deyil? B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Baxın, B cismi aşağılar. Bax, bu qədər yol gedir. Düzdür. Bax, B cismi bu qədər yol gedir. A cismi isə bu qədər yol gedir. Deməli, B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Birinci doğrudur. İkinci, B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. Kiçik deyil, böyükdür. Davam edirik. Üçüncüdə deyir, B və C cisimlərinin sürətlərinin modulları bərabərdir. Deməli, B cismi budur, C cismi də budur. Gəlin görə sürətləri bərabərdir. Deməli, Vx B üçün yazıram. V bərabərdir. X minus x0 bölünsün T'yə bərabərdir. Deməli, B-nin başlanğıc koordinatı 10'dur. Son koordinatı isə mənfi 10'dur. Deməli, olur 10 çıxılsın 10 mənfi 20. Belə deyim də, son koordinat neçə oldu? Deməli, mənfi 10. Düzdürmü? Mənfi 10 çıxılsın 10 bölünsün 4 saniyə ərzində. Elədi 5'ə. Mənfi 5. C üçün baxsaq isə V bərabərdir. Yenə C'nin başlanğıc koordinatı 0'dır. Son koordinatı mənfi 20'dir. Mənfi 20 yenə 4-cü saniyədədir. 4 bərabərdir mənfi 5. Deməli, B və C cisimlərinin sürətlərinin modulları bərabərdir. Modulsa hər ikisi 5'dir. Deməli, üçüncü də doğrudur. Daha doğrusu, üçüncü doğrudur. Bizdən doğru deyili soruşur. Ona görə mən bunu silim. Üstə xəttəcək. Aha. Sonra B və C cisimləri arasındakı məsafə hər an sabitdir. B və cisim arasındakı məsafə hər an sabitdir. Bax, sürətlər hər ikisində 5'dirsə, deməli, bunlar arasındakı məsafənin artıb azalması üçün sürət dəyişməlidir. Məsələn, biri 5'dirsə, o birisi 10 olmalıdır. Və yaxud da bu 10'dursa, o birisi 5'ə düşməlidir ki, bunlar arasındakı məsafələr dəyişsin. Sürətlər eynidirsə, deməli, B və C cisimləri arasındakı məsafə hər an sabitdir. Bu da deməli doğrudur. B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edir. B və C cismi hər ikisi x oxunun əks istiqamətdə gedir. Şəkildən də göründüyü kimi. Doğrudur. 5-ci də doğrudur. B cismi 2-ci saniyədə istiqaməti dəyişmişdi. Xeyr, 2-ci saniyədə istiqaməti dəyişməmişdi. B cismi ilə başlanğıc koordinatı 10-dan başlayaraq x oxu istiqamətində, x oxunun əksər istiqamətində hərəkət eləmişdir və hərəkət müddətində də istiqamətini dəyişməmişdir. Bizdən də deyir, dəyişmişdir. Deməli, səhv olan bir də budur. Deməli, səhv olur 2 və 6. 2, 6. Doğru cavab olur. Sonra 60-cı sual. Deyir ki, cismin ABCD trayektoriyası üzrə hərəkət edir. A nöqtəsindən D nöqtəsinə gəlir. A-dan gəlir D-yə. Getdiyi yol yerləşmənin modulundan neçə dəfə çoxdur? Bunu burada yazım. Burada yer açım. Deməli, A-dan D-yə gəlirsə, getdiyi yol, bax, bu məsafədir. AB, BC, AD. Yazıram, S yol bərabərdir. AB, üzərinə gəlirik BC,
üzərinə gəlirik DC bərabərdir. AB A'dır. A üzərinə gəlir A, üzərinə gəlir A. Onun getdiyi yol eləyir 3A'ya. S yer dəyişməsi isə bərabər olur. Yer dəyişmə nə idi dedik? Başlanğıc və son nöqtəsini birləşdirən parça. Başlanğıc A'dır, sonu da D-dir. Birləşdirilən vaxt bu parça bizim yer dəyişməmizdir. Bu da nəyə bərabərdir? A-ya. İndi deyir ki, getdiyi yol yer dəyişməsi modulundan neçə dəfə çoxdur? Deməli, S yer dəyişməni, S yolun S yer dəyişməyə nisbəti S yer dəyişmə nisbəti bərabərdir. Yol 3A'dır, yer dəyişmə A'dır, bərabərdir 3-ə. Deməli olur, S yol bərabərdir 3 S yer dəyişməyə. Deməli, yol yer dəyişmədən 3 dəfə çoxdur. Doğru cavab olur 3 dəfə. 60-cı sual idi. 3 dəfə üzr istəyirəm. Deməli 3 dəfə. 61-ci sualda yenə onun getdiyi yol yerləşməsi modulunu yenə neçə dəfə çoxdur deyir. Yenə S yolu bunun getdiyi uzunluqdur. 2A üstəgələk A, 2A üstəgələk A üstəgələk 2A. Belədir 5A'ya. S yer dəyişməmiz isə AD məsafəsidir, eləyir A'ya. O zaman S yolun S yer dəyişməyə nisbət eləyir 5-ə. Deməli, yol yer dəyişmədən 5 dəfə çoxdur. 61-in cavabı eləyir 5. 62-ci suala baxaq. Buranı pozun. 62-ci sualda deyir. X ox üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan 3 saniyə ərzində gedilən yolun yerdəşmə modulundan neçə metr çox olduğunu, bayaq dəfə deyirdi, indi metr çox olduğunu tap deyir. Bu cismin yerdəşməsi nədir? Gəlin ilk öncə onu yazaq. S yerdəşmə bərabərdir. Yerdəşmə başlanğıc və sondur, düzdür? Başlanğıcı neçədir? 6, sonu da baxın 3-dür. Deməli, yer dəyişməsi olur 3 metr. S yolu nə olur? Yol isə, bax bu getdiyinin uzunluğu olur. Deməli, 6-dan gəlir 1-ə. Nə qədər eləyir? 5 metr burada gedirmi? Bir də 1-dən qalxır 3-ə. 2 metr də burada gedirmi? 7. 5 üstə gələk 7 eləyir 12 metr. Deməlidir, 3-cü saniyə ərzinə gedilən yol yerdəşmə modulundan neçə metr çoxdur? Deməli, o zaman S yol çıxılsın S yer dəyişmə, o da bərabərdir. 12 çıxılsın 3, deməli 9 metr cavab. Yox, burada bizim hesablama səhvimiz oldu. Üzrlü sayın. Deməli bizim yolumuz bir gəlir 6-dan 1-ə eləyir 5 metr. Bir də üzərinə gəlirik. 1-dən qalxır 3-ə, bu da eləyir 2 metr. O zaman eləyir 7 metr. O zaman S yoldan S yer dəyişməni çıxanda eləyir 7 çıxılsın 3-dən 4 metr. Deməli, gedilən yol yer dəyişmədən 4 metr çoxdur. 63-cü suala baxaq. Yenə deyir, X ox üzrə hərəkət edən cismin koordinatının zamanla asılı qrafiki verilibdir. Müşahidəyə başlayandan 4 saniyə ərzində gedilən yolun yer dəyişmə modulundan neçə metr çox olduğunu hesablayın. Yenə hesablayaq. Deməli, gedilən yer dəyişməmiz nə qədərdir? İlk öncə onu tapaq. Yer dəyişmə bərabərdir. Cismin başlanğıc və son nöqtəsini birləşdirən parça. Bax, bu bizim yer dəyişməmizdir. 6-dan 4 çıxanda 2 metr. Yolumuz nədir? 4-dən gəlir 1-ə. S yol bərabərdir. 4-dən gəlir 1-ə. Bu elədir 3 metr. 3. Üzərinə gəlirik. 1-dən qalxır, bir də hara? 1-dən qalxır, bir də 6-ya. Deməli, 5 metr də burada eləyir 8 metr. İndi deyir ki,
Neçə metr çoxdur? Yenə yazırıq S yol çıxılsın S yer dəyişmə bərabərdir 8 çıxılsın 2-dən eləyir 6 metr. Sonra 64-cü sual. Deyir X oxu üzrə hərəkət edən A və B avtomobillərinin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. 64-cü sualda burada nəyi tapırıq? Deməli bizə cisim düz xəttlə hərəkət etdiyinə görə, yəni sürətlər eynidir. Ona görə biz birinci burada hər ikisinin də sürətini tapa bilərik. Deməli X A-nın sürəti sürətini tapırıq. Deməli X VA nəyə bərabər olur? Başlanğıc koordinat, son koordinat çıxılsın, başlanğıc koordinat bölünsün zaman bərabər olur. A A'dan başlayır, sıfırdan başlayır, düzdür? Başlanğıc koordinat 0'dır, son koordinat 10 eləyir. 10 çıxılsın 0 bölünsün 2, belədir 5. Deməli VA'mız 5'dir. VB'mizi tapaq, VB bərabərdir. A, B buradandır, düzdür? Başlanğıc koordinat 4'dür, son koordinat 10'dur. Eləyir 10 çıxılsın 4 bölünsün 2. O da elədir 6 bölünsün 2 3'ə. Deməli VB'miz oldu 3. Şimdi buradan bir yer açıq. Deməli o zaman biz koordinat tənliyini A üçün yaza bilərik. X-a bərabərdir. A'nın koordinatı, başlanğıc koordinatı 0 idi. 0 üzərinə gəlirik. A'nın sürəti 5 vurulsun. Bizə deyir 4-cü saniyədə. 4'ə elədir 20. XP bərabərdir. B'nin başlanğıc koordinatı eləyir 4. 4 üzərinə gəlirik. 5, 3 vurulsun. B'nin sürəti olur 3 vurulsun 4. O da 3 dəfə 4. Yəni B'nin sürəti başlanğıc koordinatı 4'dür. 4 üzərinə gəlirik. B'nin sürəti 3 vurulsun 4 12. 3 dəfə 4 12. Üzərinə 4 gələndə 16. Onda avtomobillər arasındakı məsafə olur XB çıxılsın XA-ya. O da bərabərdir 20 çıxılsın 16'dan bərabərdir 4 metrə. Deməli doğru cavab olur. Bu cisimlər arasındakı məsafə olur 4 metr. 65-ci sualda nə deyir? Yenə A və B-nin koordinat zaman qrafikləri verilmişdi. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olmuşdur. Müşahidəyə başlayanda onlar arasındakı məsafəni metrlə hesablayın. 65-ci sualda deməli biz buradan nəyi tapmalıyıq? Biraz çətin sualdır. Zamanımızı alır biraz bizim. Amma olsun. Gəlin başlayaq. Deməli X-in T'dən asılılığı verilibdir. A və B cisimləri verilibdir. Amma birinin başlanğıc koordinatı məlumdur A'nın. B'nin başlanğıc koordinatı bizim məlumumuz deyil. Deməli o zaman baxın uşaqlar, əgər bu cisim 2 saniyə ərzində, bax 2 saniyə müddətində bu cisimlər eyni koordinatda olub. Yəni koordinatları 14'dür. Amma A cismi 0'dan başlayıb 14-cü koordinata gəlib. B cismi isə müəyyən bir koordinatdan başlayaraq 14-cü koordinata gəlib. Deməli burada bunların hər ikisinin sürətləri eyni deyil. Eyni olsaydı eyni koordinatdan başlayardı. Ayrı koordinatdan başlayırsa, deməli bu 0'dan başlayıb 14'ə gəlib, bu müəyyən koordinatdan başlayıb 14'ə gəlib. Deməli VB'nin daha doğrusu VA'nın buradan yazıram. VA'nın sürəti VB'nin sürətindən böyükdür. Böyükdür ki, bu A'nın A cismi deməli böyük sürətlə gəlib B cisminə çatıb. Belə təsəvvür eləyin də. Bax elə təsəvvür eləyin ki, B bax bu nöqtədədir.
A da müəyyən nöqtədən, tutaq ki, gəlib bax burası. A da bu nöqtədən hərəkətə başlayır. Amma hər ikisi bu 14 metr gəlir burada bir-birinə çatır. Yəni B bu qədər məsafə gedir. A da bu qədər yol gedir. Deməli B-nin sürəti A-dan böyükdür ki, bu gəlib bunun sürətinə çatır və hər ikisi eyni koordinatda olur. Aha, o zaman biz hələ əlimizdəykən biz A-nın sürətini tapa bilərik də. VA nəyə bərabər olur? VA bərabərdir. VA bərabərdir. X minus x sıfırdan A budur da başlanğıc koordinat sıfırdır. Son koordinat 14'dür. 14 çıxılsın 0 bölünsün 2'dən. VA'nın sürəti 7 metr bölünsün saniyədir. O zaman biz belə deyim, A üçün koordinat tənliyini yaza bilərikmi? X A bərabərdir. Deməli olur x 0 0'dır. 0 üzərinə gəlirik. 7 vurulsun T'yə. Çünki biz onlar arasındakı məsafəni artıq deməli 0 üstə gələk 7 sürət T bərabərdir. Bu eləyir 7 T. Aha. İndi gəldik əsas məsələyə A üçün. Mən burada əlavə yer aça bilmirəm. Ona görə aşağını silib, aşağıdan görüm yaza bilirəm. Deməli. Aha. A cismi üçün yazdıq. İndi B cismi üçün yazaq. Yox, hələ biz buradan koordinatı hesablayaq sonra. Deməli, x A-mız nəyə bərabər olur? 7 vurulsun 2'dən bərabərdir 14 metr. Aha. A-nın koordinatını tapdıq 14 metr. Zaten bu bizim məlum idi. Aha, sonra bu A və B cisimləri üçün indi gəlin koordinat dəyişməsini tapaq. Deməli, x A-mız nəyə bərabər olur? Delta x-a bərabər olur nəyə? A-nıncı nə idi? Deməli, son koordinat çıxılsın. Başlanğıc koordinat 14 çıxılsın. Deməli, A-nın koordinatı da 14 çıxılsın. Deməli, 14 çıxılsın 0'a bərabər 14. Delta x B-nin koordinat dəyişməsi olur. Deməli, son koordinat 14'dür. Başlanğıc koordinatını bilmirik. X 0'dır. Amma Ayşəxlar, bunların ikinci saniyədə bunların hər ikisinin koordinatı 14'dürsə, deməli bu ikinci saniyədə hər ikisi eyni sürətdə olub da. Yəni hər ikisi eyni sürətdə olub ki, bunların hər ikisi eyni koordinatda olub. Artıq ikinci saniyədə 14-cü koordinatda bu cisimlərin sürətləri bir-birinə bərabər olur. Yəni VA 7'dirsə, o zaman VB də 7 metr bölünsün saniyədir. Biz indi A üçün də, B üçün də gəlin indi tapaq. Görək nədir? Deməli, yenə buranı pozuram. Yəni, bu bizim bir fərziyyəmizdir. Bunu tapdıq. İndi bir də var ki, baxın, indi buradan biz A-nın koordinatını yazaraq, deməli, x-a bərabər olur. X A-nın koordinatı nədir? X B-nin daha doğrusu.